Mən nevroloq Nurlan Ağayeva. Hərəkət pozulmaları və yaddaş şikayətləri ilə gedən xəstəliklərlə ixtisaslaşmış şəkildə məşğul oluram. Ümumiyyətlə hərəkət pozulması nədir? Hərəkət pozulması dedikdə biz hansı şikayətlərlə üz-üzə gəlirik? Hərəkət pozulması istər hərəkətin azalması, ləngiməsi, yerişin çətinləşməsi, oturub qalxmaqda çətinlik, yataqda fırlanmaqda çətinlik şikayətləriniz varsa, bu hərəkətin ləngliyi ilə əlaqəlidir. Və yaxud da əksinə, istəmsiz hərəkətlər, qeyri-iradi şəkildə hərəkətlərin artmasını görürsünüzdür. Əllərinizdə əsmə varsa, əllərinizdə dartınma varsa, qeyri-iradi şəkildə istəmsiz hərəkətlər edirsinizsə, bunlar da hərəkət pozulmalarıdır. Hərəkət pozulmalı olan xəstələr hansı ixtisas sahəsinə müraciət etməlidirlər? Bu xəstəliklər adəti üzrə nevrologiya sahəsində öyrənilir və bu şikayətləriniz varsa, mütləq şəkildə nevroloqa müraciət edin. Düzgün şəkildə aparılmış diaqnostika, qoyulmuş diaqnoz və təyin olunmuş düzgün müalicə həyat keyfiyyətinizin artırılmasına səbəb ola bilər.